Evlərin altından su çıxır. Paytaxtın Xəzər rayonu Stansiya Qala adlanan ərazidə yaşayan bir qrup sakin Xəzər xəbərin qaynar xəttinə müraciət edib bildirirlər ki, uzun zamandır onların evlərinin altından mənbəyi bilinməyən su çıxır. Boruları özümüz çəkdirmişik, evin içi pis vəziyyətdədir, yəqin ki, keçəndə görəcəksiniz. Bütün elektrik avadanları zaten hamısı kubiklər yığılıb, üstünə yığılıbdır. Evi qorumaq üçün eləmişik bunu, amma yəni bu da baxırıq ki, alınmır. Gündə 3-4 maşın azı, 3-4 maşın su çəkdirik, hərəsi də 40 manatdan təsəvvürünüzə gətirin bu aylıq bir ailənin büdcəsindən nə qədər aşır. Biz sunun içində boğuluruq. Otaqlar zala kimi inanın bu dəqiqə sudur bizdə. Yorğan döşək, hər bir şey. Ümumiyyətlə kömək yoxdur. 5 maşın, 7 maşın ucu torpaq tökülübdür. Həyətdən yenə su çıxır. Sunun qarşısını ala bilmirik. Qonşuların evi bundan betərdir, inanın. Bu hamısı böyük bir bəla, kanalizasiya sisteminin olmaması bəladır. Sakinlər evlərinin altından çıxan suyun çirkli yox, təmiz su olduğunu deyirlər. Suya baxdıq biz, dedim valla bu təmiz sudur. Gətdik ölçdük, aparatla ölçdük. Deməli, evdə içməli suyun çirkliyi 300 neçədir. Bunun çirkliyi 150. Yəni ondan görə neçə dəfə təmizdir bu su. Belə alırsan stəkana, baxırsan tərtəmiz sudur. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər xəbərə bildirildi ki, əraziyə müvafiq rayon su kanal idarəsinin qəza briqadası tərəfindən baxış keçirilib. Ünvanda axıntıya səbəb qurunt suyudur. Hazırda ümumi ərazi üzrə yığılan yağış və qurunt sularının çəkilməsi istiqamətində işlər görülür. Elbrus Kərimli, Namiq Hüsiyev, Kəmal Əlimuradova, Xəzər xəbər.